Deyircəkli qələm, yəni hər gün istifadə etdiyimiz adi şarikli qələm, əslində 20-ci əsrin ən praktik ixtiralarından biridir. Onun arxasında isə maraqlı bir hekayə dayanır. 1930-cu illərdə Macar jurnalist Laszlo Biro qəzet mətbəəsində istifadə olunan mürəkkəbin tez quruduğunu və yayılmadığını müşahidə edir. O düşünür, niyə bu tip mürəkkəbdən qələmdə istifadə etmək mümkün olmasın? Problem isə o idi ki, həmin mürəkkəb adi qələm ucu üçün çox qalın idi və axmırdı. Qardaşı, kimyaçı Georgi Biro ilə birlikdə o uc hissəsində kiçik metal diyircək yerləşdirilmiş mexanizm hazırladı. Bu diyircək yazarkən fırlanır, mürəkkəbi kağıza bərabər paylayır və eyni zamanda mürəkkəbin qurumasının qarşısını alırdı. 1938-ci ildə onlar ilk patentlərini aldılar. İkinci Dünya Müharibəsi zamanı Biro ailəsi Argentinaya köçdü və orada istehsala başladı. Diyircəkli qələm xüsusilə pilotlar üçün çox faydalı idi. Çünki yüksək hündürlükdə fontan qələmlər axma problemi yaşayırdı. Şarikli qələm isə təzyiq dəyişikliklərinə daha davamlı idi. Daha sonra fransız iş adamı Marcel Bix bu ixtiranı daha ucuz və kütləvi istehsal edilə bilən hala gətirdi və 1950-ci ildə Societe Bic şirkətini qurdu. Bic markası qısa zamanda dünya üzrə milyonlarla insanın istifadə etdiyi qələmə çevrildi. Bugün diyircəkli qələmlər saniyədə minlərlə ədəd istehsal olunur və sadə görünməsinə baxmayaraq, içində mikrometr dəqiqliyində hazırlanmış kiçik metal kürəcik yerləşir. Bəzən ən böyük ixtiralar ən sadə problemləri həll etməkdən başlayır.